şərab simpozium deyilən dedik rəsmi içki partilərində içilirdi. Simpoziumun rəsmi intellektual havası Yunanlılara pivə içənlər və yaxud da kalitəsiz şərab içən barbarlar qarşısında onlara nə qədər onların öz uyğar olduğunu xatırladırdı. Özlərini sivil, mədəni bir xalq olaraq hiss edirdilər. Qeyd edim ki, öncəliklə özləri kimi danışmayanlara Yunanlar barbarlar deyirdilər və bilirsiniz ki, daha sonra da Böyük İskəndərin Yunanlıları birləşdirib persləri məğlub edir və Asiyalı xalqlardan kökdən fərqli əslində üstün olduqlarını inanırdılar Yunanlılar və özlərini perslərin qarşılarında görürdülər. Yəni antonim olaraq qarşılarında görürdülər. Perslər nə isə Yunanlılar da onun tam əksi olaraq özlərini təqdim edirdilər. Və antik dünyanın ən böyük tarixçilərindən olan 5-ci əsrdə, miladdan öncə 5-ci əsrdə yaşayan Tuagidisin sözləri ilə desək, Ağdəniz, Aralıq dənizi xalqları zeytun və asma yetişdirməyi öyrənincə barbarlıqdan çıxmağa başladılar. Hətta bir əfsanəyə görə şərab tanrısı Dionisos pivə sevər Mesopotamiyadan qurtulmaq üçün qaçıb Yunanistana gəlmişdir. Belə bir əfsanəyə görə Dionisos asmanın yetişdiriləmədiyi ölkələrdəki o insanlar üçün pivəni yaratmışdır.